Hamıya salam. Analitik xidmət sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. İstəsəniz, fasilə verə bilərsiniz. Sözü gedən korporasiyanın bütün parametrlərinə daha diqqətlə baxmağı təklif edirik. İndi korporasiyanın əsas göstəricilərini təhlil edək. Roblox Corporation Ticker RBLH. Bu icmal 16 iyun 2025-ci il tarixinə olan cari məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Roblox Corporation alt kateqoriyaya aiddir. Leysure Games təhlildə 30 şirkət iştirak edir və bu kifayət qədər təmsilçidir. Bu videonun sonunda sifariş cədvəlini görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə mənfi 10 baldan 9,5 bal. Alt kateqoriya üzrə orta bal 0,4 bal. Geniş şəkildə baxsanız, bütövlükdə bütün ABŞ bazarı çərçivəsində. Bütövlükdə ABŞ fond bazarı üçün orta nəticənin 1,8 bal olduğunu görə bilərik. Mənfi reytinqə qarşı, şirkət üçün 9,5 bal Roblox Corporation. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Roblox Corporation və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərinin olduğunu görə bilərik. Roblox Corporation 173,8% dəyişiklik göstərib. Alt kateqoriyada qiymət dinamikasına qarşı 67,5%. Korporasiyanın bazar kapitallaşması Roblox Corporation 65,9 milyard dollar təşkil edir. 256 milyard dollarlıq bazar kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Şirkətin balans dəyəri 0,25 milyard dollar olaraq qiymətləndirilir. 37 milyard dollar balans kapitallaşması ilə alt kateqoriya 1,5 milyard dollar dəyərindədir. Birjanın səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görəcəyik. Paylaş Roblox Corporation alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 25,696% təşkil edir. Balans dəyərinin kapitallaşması 0,687% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi PIS -1 bal. Təhlil edilən şirkətin 1,462 milyard dollar borcu var. Borcun balans dəyərinə nisbəti öz kapitalının %581-idir. Şirkətin borc səviyyəsi üçün nəticə çox pis, -2 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 0-dır. Alt kateqoriya üzrə orta göstərici 338,8-dir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -880 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəət məlum deyil. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi PIS -1 bal. Şirkətin qiymət-satış nisbəti 17,2-dir. Alt kateqoriya üçün orta qiymət 5,7-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə şirkətin səhm qiymətinin gəlirə nisbətinin qiymətləndirilməsi PIS -1 bal. Son 12 ayda gəlir 3,840 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricisinin qiymətləndirilməsi PIS -1 bal. Marginallıq -22,9%-dir. Alt kateqoriyada orta hesabla 1,7%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi keçilə bilən -0,5 bal.
Alt kateqoriyada işçilərin sayında şirkətin payı 3,75% təşkil edir. Bu, bazar kapitallaşma payından 709% azdır. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 26,641 min dollara bərabərdir. Alt kateqoriyada isə 3292 min dollar var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi, keçərli 0 bal. Bir işçiyə düşən mənfəətin məbləği mənfi 355,6 min dollardır. Alt kateqoriya üzrə orta qiymət 9,7 min dollardır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, TOLED, mənfi 0,5 bal. Şirkətin hər bir işçiyə düşən gəliri 1,550 min dollardır. Alt kateqoriyada 576 min dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən satış həcminin qiymətləndirilməsi, TOLED, mənfi 0,5 bal. Alt kateqoriya üzrə orta hesabla 2,9% ilə müqayisədə satışa çıxarılan səhmlərin 2,9%-i var. Göstərici RSO 14 şirkət üçün %79 səviyyəsini göstərir Roblox Corporation. Alt kateqoriyada bu səviyyə 63% təşkil edir. Şirkətin cari səhm qiyməti təxminən 97,18 dollardır. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən 79,74 təşkil edir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində bu mövsüm səhmlərin qiymətləndirilməsi məlumat və arayış sisteminin ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarları var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının təhlili əsasında Roblox Corporation. Qiymətləndirmənin istinad sistemi Guru Markets qərar qəbul edilib. Səhm üçün 97,17 dollar dəyərində eniş açmaq üçün. Sifariş şirkətin kifayət qədər aşağı qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə modelindən, AKİMin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 70,58 səviyyəsində müəyyən edilmişdir. Stop loss 123,76 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, onda sifariş 16 iyul 2025-ci il tarixində ticarət sessiyasının sonunda avtomatik bağlanacaq. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, DDO, əsas alış sifarişi olacaq. Əsas sifarişlə bağlı video artıq kanalda yayımlanıb. Sifarişlərdən biri bağlandıqda, əsas və ya balanslaşdırıcı. Əks sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.